Sahibə xanımın həyat yoldaşı Sergey Filin Rusiya vətəndaşıdır. Biz Rusiyada tanış olmuşuq. Orada universiteti bitirdik. Hansı şəhərdə? Şəhər Kirov. Kirovda. Kirov, Sergey Kirov şəhərində idi. Bəli. Biz orada, Sergey özü de Kirov'dan değil ama Kirov'a gelmişti orada okumak için. Biz orada tanış olduk. Sonra da elə oldu ki, dostlaşdıq universitetdə və bir-birimizi sevdik. Mənim valideynlərim icazə vermədi. Elə oldu ki, Sergey məni qaçırtdı. Aha, qız qaçırtma Rusiyada da mı var? Bəli, var. Bu sözün həqiqi mənasında bütün Azərbaycanlıların elədiyi qız qaçırtma mərasimi idi, yoxsa sadəcə bir-birinizə qoşuldunuz, getdiniz, nikah kəsdirdiniz? Что ты меня украл, про это spрашиваешь. İcazə vermirdilər, amma biz bir-birimizi çox sevirdik. Anlaşdıq ki, ayrı cür olmur, tək bu cür ola bilər. Sergey görünür ki, Qafqaz əsiri filminə çox baxıbdır. Mənim üzüm Rus, no mənim ürək Qafqaz. Aha, Qafqaz qanına axır sizdə, genlərinizdə varmı Qafqaz? Yoxdur. Yoxdur. Yox.